Bugünkü qəhrəmanımız 1-ci Qarabağ müharibəsi veteranı İbad Abbasoğlu Hüseynovdur. O 1970-ci il aprelin 15-də Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Hələ kənd orta məktəbində oxuduğu illərdə İbad özünün nizam-intizamı ilə bütün müəllim və şagirdlərin rəğbətini qazanmışdı. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən bir müddət sonra o hərbi xidmətə çağırılır. İbad Rusiyanın Çelyabinsk vilayətində hərbi xidmətini uğurla başa vurub kəndə qayıdır. İndi artıq o gələcək karyerası haqqında düşünmək istəyirdi. Amma deyirsən saydığını say, gör fələkni sayır. Artıq bu o dövr idi ki, ölkəmizdə gələcək müharibənin qığılcımları alovlanmağa başlamışdı. Torpaqlarımız təhlükə altında idi. Belə bir çətin vəziyyətdə İbad silaha sarılıb vətən torpağını qorumağı hər şeydən üstün tutur. Beləliklə çox keçmir ki, o könüllü olaraq milis dəstəsinə qoşulub doğma kəndin müdafiəsində dayanır. İbad çox cəsur bir oğul idi. Yəqin onu tanıyanlar bunu çox yaxşı xatırlayırlar. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edən İbad bu döyüşlərin birində ayağından qəlpə yarası da alır. Ali təhsil almaq ən böyük arzusu idi İbadın. Nəhayət 1992-ci ildə o bu istəyinə nail olur. Universiteti bitirdikdən sonra isə müddətən artıq hərbi xidmət qulluqçusu kimi ordu sıralarına yazılır. Eyni ali hərbi hissədə baş leytenant rütbəsi vəzifəsində çalışır. Hüseynov öz əskərlərinə doğma qardaş qayğısı göstərirdi. Onların səhhətində hər hansısa bir problem olanda belə öz problemini təxirə salırdı. Dəfələrlə ağrı kəsici qəbul edərək öz ağrılarını öz bastır edirdi. Günləri beləcə yola verərək yalnız öz əskərlərini düşünən İbad, günlərin birində bunun acı nəticəsi olaraq geri dönüşü olmayan bir problemlə qarşı-qarşıya dayanır. O gündən bu çətin ayrılığa dözə bilməyən Aniya ananın ağlamaqdan gözləri tutulur. Axı o hələ oğluna toy edib gəlin gətirəcəkdi. Hələ onun İbadla bağlı nə qədər arzuları vardı. İndi onların hamısı yarı yolda qalmışdı. Bütün şəhid anaları kimi onun da dərdi çox ağır idi. Bu dərdi daşımağa artıq Aniya xalada düzüm qalmamışdı. Oğluna qovuşmaq istəyirdi ana. Həmişə Allaha yalvarırdı ki, İbadın ya dünyaya gəldiyi, ya da dünyadan köçdüyü gün oğluna qovuşsun. Elə beləcə də oldu. İbadın dünyaya göz açdığı gün Aniya xala əbədiyyən gözlərini yumur. O gündən artıq ana ilə oğul əbədiyyən əbədiyyətdə bir-birinə qovuşur. İbadın atası Abbas dayı da oğlundan sonra çox yaşaya bilmir. İbadın yarımçıq qalmış ömrü atanın da həyatını vaxtından əvvəl itirməsinə səbəb olur. O İbaddan sonra qəfil ürək tutmasından dünyasını dəyişir. Allah rəhmət eləsin.